Gəncə şəhərində illərdir öz zəhməti ilə dolanan sənətkarlar dövlətin məşğulluq siyasətinin verdiyi imkanlardan faydalanaraq fəaliyyətlərini genişləndirmə imkanı əldə edirlər. Özünə məşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlər az təminatlı və iş axtaran vətəndaşların kiçik biznes qurmasına şərait yaradır. Onların dayanıqlı gəlir əldə etməsinə dəstək olur. Bu proqramdan yararlananlardan biri də mebel ustası Nizami Vəliyevdir. 20 ildir mebel sahəsində işləyirəm. Stanoklarla bağlı çətinliklərimiz var idi, çatışmayan avadanlıqlarımız var idi. Məşğulluğa müraciət elədim, yeni avadanlıqlardan təmin olundum. Bir ildən də sonra ikinci dəstək fonduna qoşuldum. Dəstək fondunda da əlavə avadanlıqla da təmin olundum. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan məşğulluğa dəstək layihəsi çərçivəsində layihə iştirakçılarına biznes mükafatlarının təqdim edilməsi məqsədi ilə 2025-ci ildən etibarən həvəsləndirmə mükafatları müsabiqəsi keçirilir. Nizami Vəliyev də bu müsabiqənin qaliblərindən biridir. Bu avadanlıqlar əvvəllər biz əllə vururduq kantları, PVC bantları, indi avadanlıqları avtomatik olaraq vururuq. İşlərimiz sürətli gedir. Hal-hazırda işləyirik, işlərimiz normal haldadır, sifarişlər götürürük, mebellər göründüyü kimi belə sifarişlə mebellər yığırıq. Özünə məşğulluq proqramı çərçivəsində həyata keçirilən bu kimi tədbirlər bir daha göstərir ki, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və onların iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir.